Bir, hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz. Biz bugün Çağdaş Təhsil komandası olan, bugün mən Vüsal Kəlbəcərli və bizim bölgə müxbirlərimiz Məryəm xanımdır və Emin bəydir. Azərbaycanımızın çox gözəl rayonu olan Şəki rayonunda. Amma mən bugün Şəki rayonunda Şəkili müəllimlərini deyil, düz bir müddət əvvəl Şəkili müəllimlərində işləmişik. Əslən Laçında olan Laçın rayonunun qabaqcıl və nümunəvi müəllimlərindən birini sizlərə təqdim etmək istəyirəm. Mənim buyurun, adınız, soyadınız? Mən Mirzəyev Zamin Səlimoğlu, ali təhsilli fizika müəllimiyəm. Neçə il təhsildə çalışmışsınız? Mən 90-cı ildən təhsildə müəllim işləyirəm. Amma 97-ci ildən direktor işləyirəm. Demək olar ki, 35 ildir ki, təhsil sahəsində canlı xəbər verməlisiniz. Sizə uzadığınızdan dərin təşəkkür edirəm və o cümlədən də 30 ildir ki də direktor işləyirsiniz, elə mənim? Elə 30 ildən keçib də çox gözəl. Sizə uğurlar dilərik, nailiyyətlər dilərik. O gün olsun ki, inşallah ən yüksək adlara layiq görüləsin. Və əziz izləyicilərimiz, bildiyimiz kimi məlum səbəblərə görə 92-ci ildən Şəki şəhərində məskunlaşıblar Laçın əhalisi və 92-ci ildən burada məskunlaşıblar. Amma bizim arzumuz odur ki, gələn çəkilişimizi inşallah Laçın rayonunda və hansı məktəb müəllimsiniz? Elə öz kəndimizin, biz ümumi eşidərsiniz, Şəlvə dərəsi gedir, 11 kənd, Kaha kəndi. Çox gözəl. Tam orta məktəb. Şəlvə dərəsində gözəl çəkiliş edərik inşallah. Arzumuz budur. Yeni müasir çəkiliş yerdə. Sizə uğurlar dilərik. Mənim hal-hazırda neçə yaşınız var? Hal-hazırda 64 təvəllüdündə 61 yaşınız var. Və bizim də arzumuz, mən Vüsal Kəlbəcərli tənqidçi jurnalist və bəzi ki, yəqin ki, bütün səhifələrdə biz izləyirsiniz. Mən mənfilərdən işlandıram, əziz izləyicilərim, müsbətlər də. Jurnalist ilə mənfilər çəkmək deyirlər, biz müsbəti bugün çəkməyə gəlmişik. Bu gün şagirdlərdən, tələbələrdən sorğular aparmışıq. Hər kəs bizə bildirirdi ki, bəli, Zamin müəllim həqiqətən də təhsilə, elmə qiymət verən müəllimdir. Biz ona görə sizi təbrik edirik. Çox sağ olun, xoş gəlmişsiniz. O gün olsun, təqaüdə çıxana qədər tərəqqi medal alasınız, əməkdar müəllim alasınız. Ömür qismət eləsin, alaq, yetim orada da işləyir. İnşallah. Amma belə, indi bu saatda həyat biraz çətindir da, indi o yaşa çatmaq, arzu edirsən, inşallah arzu yerinə yetər. İnşallah, Allah yetirər. Sizə də can sağlar edirik. Mən burasını deyim ki, bax, biz o qaşqın düşüb gələndən sonra məktəblər belə deyim, belə. Nömrə sıralama gedir. Laçın rayonunun 15 nömrəli, 20 nömrəli. Biz 97-ci ildə elə məktəb burada başlayanda kəndimizin də çox əhalisi burada. Elə Daşlı kəndi, Kaha kəndi, Hətəmlər biz bir sal etdik. Da Şəlvə dərəsinin kəndləri. Əhali çox olduğuna elə mən də məktəbdə işlədiyimə dedilər, yox, niyə belə olsun ki, elə öz kəndimizin adını getdik, xahiş elədik. Əmmoğlu şəhiddir, Müşravan Aydınoğlu, Süleyman. Onun adını verdilər məktəbimizə. Elə o vaxtdan da Laçın rayon Kaha tam orta məktəbi kimi büyünə qədər fəaliyyət göstərmişik. Hər il 18-20 nəfər, 11 qutaran şagirdlərimiz olur. Onun 90 başlı 70-90% ali məktəblərə qəbul olur. Biz sizin uğurlarınız, nailiyyətlərinizi bilirik, məktəbimizin uğur və nailiyyətlərini bilirik ki, məktəbdə nizam-intizam hər şey qaydasında, davamiyyət, təhsilin göstəricisi hər şey qaydasındadır. Ən əsası sizə can sağlarınızı deməlim. O gün olsun ki, inşallah biz sizin 70 yaşınızda, 80 yaşınızda, 90 yaşınızda gəlib gözəl çəkilişlər. Gəlib Şəlvədə Kaha kəndində. Kəlbəcərdə, isti suda çəkilişlər. Təşəkkürlər. Minnətdaram, hörmətli izləyicilərimiz. Sağ olun, sağ olun. Mən də minnətdaram. Yada salmışsınız, əziyyət çəkirsiniz, gəlirsiniz. Belə xoş işlər görürsünüz, xoş çəkilişlər çəkirsiniz. Təşəkkürlər, minnətdaram. Ümumiyyətcə, Azərbaycan hamımız elimizdir, ovamızdır, öz vətənimizdir. Elə çox da şad oldum ki, sən belə o biz tərəf bölgədənsən. Bölgələrə bölmürəm. Bir dənə o etibat bu saatı Şəkidə nə qədər şəhidlərimiz var, Şəkinin, digər rayonlar. O gün getmişəm, belə həmişə gedirəm, balaca oğlum. Hörmətli izləyicilərimiz, gələn çəkilişlərimizi inşallah Şəlvə dərəsində, Laçında inşallah edəyək. Təşəkkürlər, minnətdaram. Sağ olun.